bu dəfə bizə ikinci bir sənət növünün bəzi nümunələrini göstərdilər. Biz ilk öncə nümunələrə baxdıq. Bu sənət növü ondan ibarətdir ki, qırılmış əşyaların bərpası üçün qızıldan və digər dəyərli tozlardan istifadə edərək düzəltmişdilər. Bizə bu nümunələri göstərdilər və öncə sual verdilər ki, siz bu əsərdə nə görürsünüz? Hər öz fərqli fikirlərini bildirdi. Bizim hər birimizə gil verildi, eyni miqdarda. Və bizim tapşırığımız bundan ibarət oldu ki, bu gildən həyatımızın ən belə önəmli, ən parıldayan anını ifadə edən bir əsər düzəldək. Sözün açığı mən burada ilk ağlıma gələn Saranın dünyaya gəlməsidir, böyük qızımın və balaca qızım Nilin dünyaya gəlməsidir. Amma eyni zamanda Everest və Luxot mənim gözümün qabağına gəldi. Çünki bu duyğuları da yaşamışam. Və mən fikirləşdim ki, madam ki elə bu sənətdir, Everesti Sara ilə, Luxot'u da Nillə birləşdirim və belə bir iki dağ düzəltdim. Everest və Luxot'u. Bu tapşırığı yerinə yetirəndən sonra bizim növbəti tapşırığımız bu oldu ki, indi sizi düşünəcəksiniz ki, həyatınızda hansı andır ki, bu neçə dəfə baş veribdir o və hansı andır və ya da hansı insanlardır ki, sizi incidiblər. Və bunu da göstərmək üçün bizə xüsusi materiallar verilmişdi. Mismar verilmişdi, taxta çubuqlar verilmişdi və s. ki, biz öz düzəltdiyimiz əsərə onu cızaraq, batıraraq, biz bunu öz sənətimiz üzərində göstərməliydik. Sözün açığı, mən tərəddüd etdim ki, bu nədir və mən bunu necə göstərməliyəm? Amma fikirləşdim ki, hər halda yenə də hər bir insanın həyatında olduğu məndə də olubdu. Hətta baxmayaraq ki, onun üzərində işləmişəm və bu mənim üçün artıq yaxın da olsa keçmişi əhatə edir. Amma fikirləşdim ki, yox, bu tapşırığı tam anlamaq üçün bunu bir də təcrübədən keçirim. Beləliklə mən yaxınlaşdım. İlk öncə mismar götürdüm və düşündüm ki, o yaraları mismarla göstərəcəm. Amma mismarı götürəndə başa düşdüm ki, bu çox sərtdir və mənim həqiqətən yaramı hal-hazırda doğru olaraq təcəssüm etmir. Ona görə belə bir mismarın, mismar, pərçim, o başlıq deyək, həmin başlıqları götürdüm ki, hardasa mən artıq bunları həll eləmişəm. Amma yenə də həmin başlıqları götürdüm və gəldim dağa 1, 2, 3 deyərək belə batırdım, gil yumşaq olduğu üçün və bu mənim üçün həmin o 3 belə həyatımda çətin, məni yaralayan, məni narahat edən situasiyanı orada bildirdim. Daha sonra dedilər ki, bax həmin bu 3-dür, 5-dir, 1-dir, nədirsə, onun adını qoyun ki, bu sizə nəyi ifadə edir? Bu kədərdirmi, bu yaralanmaqdırmı, bu acıdırmı? Mən bunun adını qoymadım. Mən elə insanın adını qoydum ki, kim tərəfindən yaralanmışam. Deyək ki, məsələn, bu filan kəsdir, bu mənim dostumdur, bu mənim yaxınımdır və s. adını da qoydum. Qoyandan sonra yaratdığım əsərə baxdım. Daha sonra tapşırıq bu oldu ki, indi bu həmin mənfi emosiyaları müsbət emosiyaya çevirin. Yenə də mən burada söz axtarışına girməliydim. Çünki artıq həmən o 3 adam, yəni üçü də mənim üçün ürək işarəsidir. Yəni üçü də mənim sevdiyim insandır. Və mən orada sadəcə ürək işarələrini qoydum və sonra da həmin o kintsugi sənətinin nümunəsi olaraq bizə qızılı rəngdə boya gətirdilər və dedilər ki, indi həmin o yaraları bu qızılla birləşdirəcəksiniz. Mən də qızılla götürdüm, həmən yaraları qızılı rəngdə boyadım və axırda belə bir şey ortaya çıxdı ki, yəni özümüz öz sənətimizə baxdıq, öz sənət əsərimizə və refleksiya etməliydik. Əslində biz orada öz işimizi kiməsə göstərib, kiməsə izah etmirdik. Burada əsas məqam tapşırığı özün edib və özün başa düşməliydin ki, sən hansı yolu keçmisən və bugün sənin əsərin nədir? Və mən öz əsərimə baxanda, sözün açığı orada göz yaşları gəldi mənə. Mən bilmirəm bu kənardan necə görünürdü, amma mən özümə şahidlik elədim ki, bu çox gözəl göz yaşları idi. O baxımdan ki, artıq orada məndə o prosesə kin, küdürət, o 3 dənə belə deyim də mənim ürəyimdə dəlik açmış insanlara kin, küdürət yox idi. Əksinə onlar mənim indi ən sevdiyim insanlara çevrilmişlər və o qızılı xətləri də görəndə mən başa düşdüm ki, bizi elə biz edən bizim hekayələrimizdir. Bizi biz edən bizim həmin o qırılma anlarımızdır. Bizi biz edən o qırılma anından sonra doğrudan da o qızılı belə deyim işləməklə necə özümüzü yenidən bərpa etməyimizdir. Və sonra
o Kensuke sənətindən olan əsərləri nümayiş eləyəndə həqiqətən qırılmamış kasa ilə qırılmış kasanı görəndə qırılmış kasa sənə daha fərqli və daha orijinal və daha gözəl görsənir. Niyə? Çünki onun bir hekayəsi var. Amma qırılmamış bir kasa sağlam dursa da onun heç bir hekayəsi yoxdur. Sənə danışa biləcəyi heç bir şey yoxdur. Beləliklə mən qərara gəldim və anladım ki, əslində bizi incidən şeylər bir hekayəsi var. Bizə deyəcəyi bir şeylər var və ən önəmli an odur ki, sən onu necə birləşdirəcəksən və necə bir hekayəyə çevirəcəksən. Bu mənim üçün çox gözəl bir tapşırıq idi. Və mən düşünürəm ki, bu tapşırığı öz auditoriyamla da bərabər işləyəcəm. Bu belə sözlə deyilsə də, amma bu çox ağır və çətin bir prosesdir. Çox gözəl bir prosesdir. Bu da mənim növbəti tapşırıqlarımdan biridir.